Millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Çoxdan da video yoxdur dostlar. Arada çəkirəm mən videolar, vaxt eləcəkdə uşaqlar. Yenə də təbiətin qoynundayam. Yenə də necə deyirlər, gözəl bir mənzərə ilə sizi qarşılayıram uşaqlar. Çünki mən belə yerləri çox sevirəm və mənim gələcək məqsədim də uşaqlar belə yerlərə tam olaraq daşınmaqdır və belə yerlərdə yaşamaqdır uşaqlar. Hal-hazırda isə mən necə deyirlər, cavanam, hərəkət eləməliyəm və ona görə də mən çox yerlərdə ola bilirəm uşaqlar. Xaricdə oldum, indi çoxdan izləyənlər bilirlər. Avropada biraz yaşadım, Türkiyədə yaşadım, Moskvada oldum uşaqlar daha əvvəllərdən. Millət, bunlar hamısı məndə təcrübə yaradır. Mən otursam sizinlə söhbət eləsəm, saatlarla bu söhbət bitməz. Çünki bu olan bir reallıqlardır, hansı ki mən yaşamışam uşaqlar. Və bu günləri bunu sizlə tam olaraq paylaşa bilirəm. Ona görə uşaqlar, məndə təcrübə çoxdur. Nəsə eləmək istəyəndə, məsəl üçün, soruşa bilərsiniz, məsləhət ala bilərsiniz. Mən özüm traderam, hansı ki, yatırımlarla məşğulam uşaqlar. İnvestisiyalar eləyirəm və bunun üçün də mənim öz proyektim var və bu proyekt mənim öz məhsulumdur uşaqlar. Mən heç vaxtı durub başqa reklamlar götürməmişəm. Siz əlbəttə ki, bilirsiniz bunu. Yəni, çoxdan izləyənlər, yeni izləyənlərsə, dostum, videonun sona qədər izləyirsən ki, məlumat alasan. Mən də bura elə belə gəlməmişəm. Mən bura gələnə kimi uşaqlar çox risklər, pullar, nə bilim, əsəb, stres, sağlamlıq gedib. Yəni, bunlar hamısı siz nəsə verirsiniz ki, nəsə alasınız. Siz düşünməyin ki, məsəl üçün, mən risk eləmədən, heç bir şey eləmədən mənim başımdan töküləcək. Heç nə sənin başından tökülməyəcək, heç nə əldə eləməyəcəksən, heç bir şeyində olmayacaq. Yəni, əgər sən nəsə hərəkət eləməsən, özün öz həyatına mövqelər qoymasan və disiplinli olmasan, səndə heç nə olan deyil, dostum. Yəni, özünü yalandan allatma, boş insanlara qulaq asma. Bir insanı dinlədikdə, əlbəttə ki, sən birinci o insanın özünün həyat keyfiyyətinə baxmalısan. Yəni, bu adam mənə məsləhət verir. Okey, hər adama ağsaqqal demək olmaz. Mən bunu birbaşa sizə deyirəm. Çünki hər adam ağsaqqal sözünə layiq deyil. Ağsaqqal dediyin şəxs səni doğru yola yönəltməlidir, sənin inkişafın üçün hansısa bir əsaslı bir şeylər gətirməlidir, hansı ki, özü ona cavab verə bilir. Özü ona cavab verə bilmirsə, etmədiyi şeyi sənə məsləhət görürsə, deməli, bu adam fufloşnikdir, bu adama qulaq asmağa dəyməz və bu adamın sözləri əsassızdır. Çünki bu adam özü onu eləməyib. O köhnə söhbət var məndə, 06 söhbəti, hansı ki, 06 sürən adam sənə banklə almağın sirrini öyrədə bilməz. Bu videoya çox qınaq gəlmişdi uşaqlar, çox qınadılar məni. Yəni, sən niyə kasıb əzirsən və yaxud da ki, o yan bu yan. Uşaqlar, belə söhbət yoxdur, bu hamısı miflərdir, yəni kasıb əzmək söhbəti deyil. Varlı artıq varlı olmağın sirrini bilir, mənsə sizin kimi kasıblıqdan, yəni, çıxmışam, mən hər dəfə bunu göstərirəm, mənim videolarım var, hansı ki, barmendən tradera və yaxud da ki, kuryerdən tradera, çünki uşaqlar kuryer də işləmişəm, barmen də işləmişəm, power da işləmişəm, yəni cürbəcür sahələrə gedib girmişəm, nəyi axtarırdım mən? Düşünürdüm ki, məsəl üçün, okey, mən güclü power olsam, dünyada tanına bilərəm. Bu işlə məşğul olduqda görürdüm ki, yox, bu mənlik deyil, mən bunu sevmirəm. Bu mənim marağımı cəlb etmir, çünki yenə də müdiriyyət var və kimsə sənin üstündə durur, həmişə orada nəsə bir problemlər olur. Yəni, gördüm ki, bu iş mənlik deyil, mən bunu qaldıra bilmərəm, mən başqa şeylə məşğul olmalıyam uşaqlar. Və uşaqlıqdan danışan olmuşam, ona görə deyirəm həmişə uşaqlar, kitab götürürsünüz, oxuyursunuz, özünüz eşidəcək tərzdə oxuyursunuz və kitabı anlamağa çalışırsınız. Çünki oxumaq sizin dilinizi açacaq, siz danışmağı bacaracaqsınız. Çünki dostlar, baxın, əgər siz danışa bilmirsinizsə, siz məhsulu irəli çəkə bilməzsiniz.
Siz danışmağı bacarmalısınız. Danışmaq nəyə görə? Danışmaq izah üçündür uşaqlar. Danışmağı bacarmaq lazımdır. Danışmaqla hərəkət eləmək lazımdır və danışıq sizi irəli aparacaq. Bunun üçünsə uşaqlar, əlbəttə ki, biz maariflənməliyik. Yəni siz dostlar düşünməyin ki, mən kazino oynayacağam və mənim nə vaxtsa bəxtim gətirəcək. Bu kasıbın kasıb düşüncəsidir və bu heç vaxt işləmir. Aydın olur sizə. Sənə qalan sadəcə yanmaq olacaq və sən burada itirəcəksən. Uşaqlar, mən özüm də təzə başlayanda çox səhvlər elədim. Necə səhvlər? Hansı ki, bugünkü gün artıq o səhvləri mən ayırd eləmişəm və mən bilirəm ki, məsəl üçün, bunu eləmək olmaz, bunu eləyəndə necə olar, bu insan belə danışırsa necə adamdır, bədən dilini öyrənmişəm, kitabları oxumuşam. Baxın, əgər siz kitab tapmaq istəyirsinizsə, bir-bir məndən soruşmağa ehtiyac yoxdur. Sadəcə gedirsiniz kitabxanaya, mənə zəhmət olmasa, hələ PDF axtaranlar var. Kitaba dahi pul vermək istəmirsənsə, sən dur, bas da bayra buradan. Sən əgər başqasının məhsuluna xeyir vermirsənsə, sənin məhsuluna da xeyir verən olmayacaq. Sən də məhsulunu sata bilməyəcəksən. Xeyir ola, məsəl üçün, sən pulsuz əldə eləyəsən və onu pullu satasan, aydın olur sizə. Və uşaqlar, dəyərsiz bir yerdə heç vaxtı dəyər axtarmayın, tapa bilməyəcəksiniz. Ona görə hansısa bir məhsulunuz varsa, ona dəyər verin və onu dəyərləndirin. Özünüzə dəyər verməlisiniz. Birinci, əgər siz məhsulunuza dəyər verəcək bir şəxsizsə, birinci özünüzə dəyər verməlisiniz. Çəki düzən verməlisiniz, yaxşı iş tapmalısınız, işləməlisiniz, pul qazanmalısınız, sonra özünüz üçün iş açmalısınız, biznes eləməlisiniz. O bizzelniklər kimi mənə yazmaq lazım deyil. Pulum yoxdur, mən neyniyim? Əşi, pulun yoxdur, bilin, ged işdə də. Ged işdə, pulum yoxdur. Neyniyim, sənin cibə pul qoyum? Ged işdə pulun olsun. Yazın mən, pulum yoxdur. Neyinin pulun yoxdur? Sənə kimilər planetdə bilsən nə qədədir? 90%. Yəni, qeyri-adi bir insan deyilsən. Kasıb oğlanam. Nə bilim, mənki də belə gətirib. Əşi, get işinlə məşğul ol, mənki belə gəlir. Sən lodrisən prosto, tənbəlsən. Divandan qaldırmaq istəmirsən. Sənin bundan başqa problemin yoxdur, aydın olur sənə. Sən prosto istəyirsən otursunlar, sənə kimsə gətirsin. Vot tibi, heç kimsəyə gətirməyəcək. Nəsə, aydın olur sənə. Mujik olmaq lazımdır, kişi kimi hərəkət eləmək lazımdır, irəli getmək lazımdır, yıxıldın, ağlamaq lazım deyil. Ağlayırsan, get qıraqda ağla. Kitab heç kim görməsin, heç kimə lazım deyil sənin ağlamağın. Ağlamaq birbaşa bunu nəzərdə tutmuram mən. Sən bütün məsuliyyəti üzərinə götürəndə və səndə uğursuzluqlar baş verəndə, səndə elə momentlər olur, aydın olur sənə. Hansı ki, tək qalırsan və heç kimdən də kömək gözləmirsən. Özünüzə sığışdırmayın, götürüm kiməsə yazın, mənə kömək eləsin. Özünüzdən bu vərdişləri rədd eləyin. Borc istəməkdir, nə bilim, kiməsə pul fırlatmaqdır. Bu yaşayış deyil axı. Sizi manipulyasiya edənləri anlayın. Bunu anlamaq üçün savad lazımdır uşaqlar. Aydın olur sizə. Manipulyasiyanı anlamaq üçün. Sizsə heç bir şeyə yatırım eləmək istəmirsiniz. Siz elə istəyirsiniz. Kimsə sizə havayı nəsə öyrətsin. Bax, mənə yazanlar var. Məni fərdi şəkildə öyrədərsən. Öyrətmirəm o kişi. Fərdi şəkildə sən mənə qədər mən məsəl üçün günə 5.000 dollar, 10.000 dollar götürdüyüm profit olur. Aylıq gətirir 40.000, 50.000 oturur. Sən o 40.000, 50.000 mənə verərsən, mən bir ay səninlə məşğul olum. Verməyəcəksən axı. Və sən belə bir sferaya gəlirsən, burada nəsə ödənişsiz, pulsuz nəsə axtarırsan. Belə adamları oz eləyin, özünüz belə insan olmayın. Gələcəyinizə yatırım eləyin. Çünki siz ətrafınızı dəyişəcəksiniz. Siz hər şey qurban tələb edir. Hər şey, hər şey. Mən məsəl üçün hansısa bir yerə girməsəm, hansısa bir yeri test eləməsəm, mən bilmərəm ki, orada vəziyyət necədir. Aydın olur sizə. Bax, bu dəqiqə sən öz inkişafına nə qədər sərmayə yatırımsan? Gedib universitet oxumusan sən Allah. Universitetin başını burax, bir dəqiqə gözlə görüm. Universitetdən söhbət eləmirəm mən. Universitetə əlbəttə ki, gedib pul buraxacaqsınız. Hansı ki, sizi sonra işsiz qoyacaq. Əgər universitet oxumaq istəyirsənsə, sənin bir məqsədin olmalıdır. Mən həkim olmaq istəyirəm, polis olmaq istəyirəm və yaxud da ki, hansısa bir məqsədim var mənim. Yoxsa mənim üçün yalandan gedim universitet oxuyum, adı olsun ki, oxumuşdu. Bəlkə sənə qız verdilər, baxma. Universitetdə oxuyub axı.
Və yaxud da ki, mənim qızım oxumuşdu. Hansı ki, prosta tak boş yeri oxuyub. Neynirəm o? Bu nə düşüncədir? Hansı çaynikin altına qoyacaqsınız o diplomunuzu? 11 sinif oxumaq lazımdır gözəl bir şəkildə. Əgər universitetə girirsənsə, sənin məqsədin olmalıdır. Mən niyə universitetə girirəm? Kresloda oturmaq istəyirsiniz? Niyə kresloda oturmalısan ki? Mən əgər özüm öz biznesimi idarə edirəmsə, mən orada olan poxu da təmizləyirəm. Aydın olursa, mən gəlib orada pol da silirəm. Nədir siz bu egonu ki içinizdən atmayacaqsınız. Güya ki siz böyük bir özünüz bildiniz də. Yəni mən oturacağam, mənim dırnaqlarıma kimi pilkalayacaqlar, mənə şey eləyəcəklər. Yer get buradan. Bu nə düşündü? Bu egodur. Bu zəiflikdir. Mən oturum, hamı mənə qulluq eləsin. Nədir, özün kollekasan? Qarnınız olub bu boyda oturmaqdan. Özün kollekasan, özün heç nə eləyə bilmirsən, çay dəmləyə bilmirsən özün. Və yaxud da ki, yemək pişirə bilmirsən özün lazım gəlsə. Və yaxud da ki, harasa gələndə istirahət eləməyə, sən özün özünə qulluq eləyə bilmirsən, nə gündəsən sən? 80% boş boğazdır, 80%. Və bu 80%-in içində ağsaqqallar da var, hansı ki, boş boğazdırlar, hansı ki, gənc nəslə səhv məlumat verirlər, hansı ki, gənc nəsli səhv məlumatlandırırlar. Dünya inkişaf eləyir. Dünya inkişaf elədikcə, siz inkişaf eləməsəniz, degradasiyaya uğrayacaqsınız. Hər şey birinci çıxanda tənqidə səbəb olur. Hər şey, lüboy şey. Hamının Coca-Cola şirkəti kimi tanıdığı bu dəqiqə şirkət, hansı ki, lüboy uşaq tanıyır o şirkəti, Coca-Cola'nı. İlk ilində bir neçə butulka kola satmışdı, bir neçə butulka. Aydın olur sənə. Bu neynədir, onu dayandırdı, amma sən neynirsən, götürürsən. 2 dənə şey eləyirsən, atırsan ora. Hamı bloger olmalıdır, hamı bloger olmalı deyil. Mən məsəl üçün bloger deyiləm. Aydın olursa, mən bloger deyiləm. Mən özüm bloger saymıram. Blogging başqa sahədir. Bloger yox, indinin tələbi budur ki, sən internetdə olmalısan. Əgər sən hansısa bir iş görmək istəyirsənsə, başa düşürsən nə demək istəyirəm. Alınmır da bunsuz. Nə edəcəksən? Cəmaatın qapı-qapı düşəcəksən, məhsulu reklam eləyəcəksən, hansı dövrdə yaşayırsan? Belə şey yoxdur. İndiki dövr daha rahatdır. İndiki dövrdə sən öz məhsulu göstərirsən, istəyənlər ondan yararlanırlar. Və hər bir işə başlayanda çətinliklər olur. Çünki sən təzə başlayanda sıfırdan başlamış olursan. Bir dəfə batırsan, ikinci dəfə artıq sıfırdan başlamırsan, sənin təcrübən var, aydın olursan. Təcrübə ilə başlayırsan. Təcrübə ilə başlamaq isə fərqli bir şeydir. Yəni millət, nə demək istəyirəm uşaqlar? İstədiyiniz hər şeyi əldə edə bilərsiniz. Sadəcə özünüzə düzgün yönləndirici bir insan tapmaq lazımdır. Bunu hal-hazırda mən sənə eləyirəm. Sən mənim videoma baxıb, dalıca gedib, yenə də öz axmaq videolarımı izləsən, daha burada günah səndədir. Heç bir hərəkət eləməsən, günah səndədir. Sonra demə ki, görəsən bu necə alır, necə gedir, yaşayır, necə görür. Bugünkü gün mən vəziyyət pisdir deyəndə bu nətər olur ki, deyir ki, vəziyyət yaxşıdır. Bilsən niyə vəziyyət pisdir? Çünki dünyanın 80%-i vəziyyət pisdir və sən sürünün içindəsən. O 20%-dən heç dünya vecinə də deyil. Dünyasını yaşayırlar, bomba kimi də yaşayırlar, heç bir problemləri də yoxdur. Problem sənin beynində olur, aydın olur sənə. Mən neyiniyim, durum indi orada-burada mən bir-iki dənə iş görməliyəm, bunları indi problem sayayım. Xeyr, problem sənin beynindədir. Sən onu necə qəbul eləyirsənsə, odur. Bizim cəmiyyət inkişaf eləməyəcək o vaxta kimi ki, öz səhvini qəbul eləməyəcək, dəyişmək istəməyəcək. Sən əgər elə dünənki adamsansa və yaxud da ki, dünənkindən daha axmaq vəziyyətə düşmüsənsə, sən elə yaşadığın həyata da layiqsən. Deməli, sən degradasiya eləyib dala gedirsən. Bu dünyada hamı üçün çatacaq qədər resurs var, bu dünyada hamı üçün yer var, bu dünyada hamı üçün var dövlət var, bu dünyada hər bir insan yaxşı yaşaya bilər. O vaxta kimi ki, özünü tapmayacaq, dəyişməyəcək, öz köhnə düşüncələrindən əl çəkməyəcək, gedib orta əsrlərdə qalmayacaq, aydın olursa. Uşaqlar, videonu çox uzun eləmək istəmirəm. Instagramı burada saxlamışam.
Instagramda da izləyirik. Orada da mən daha çox format paylaşıram. Telegram da aşağıdadır. Gəlin oralara, birlikdə daha güclü olaq uşaqlar və belə videoları daha çox istəyirsinizsə, əlbəttə ki, kanala abunə olmaq lazımdır. Aşağıda bir şərh yazmaq lazımdır. Əgər sənə maraqsızdırsa, get öz kasıb həyatı yaşa və varlılarla işin olmasın. Aydın oldu sənə. Oldu, hamımıza uğur və nailiyyətlər və bolca keş uşaqlar. Görüşərik.